Qanunsuz tikintilər yenə gündəmdə. Asfalt.com-un məlumatına görə qanunsuz tikintilərə yaşıl işıq yandıran dövlət qurumlarından biri də Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyevdir. Rafiq Quliyevin qayğısı ilə inşa edilən qanunsuz tikintilərdən biri də Xətai rayonu Qədir Məmmədov küçəsində aparılır. Ümumi sahəsi 1000 kvadrat metrdən artıq olan tikintinin Rafiq Quliyevin yaxın dostuna məxsus olduğu iddia olunur. Obyektin tikintisi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən rəsmi icazə alınmayıb. Hər halda bu barədə Dövlət Komitəsinin saytında heç bir məlumata rast gəlinmir. Məlumata görə obyektə tikinti işləri yekunlaşdıqdan sonra sənədləşmə işləri aparılacaq. Qeyd edək ki, son zamanlar Xətai rayonu qanunsuz tikintilər geniş vüsət alan rayonlar sırasında birinci yerdədir. Maraqlıdır ki, bu qanunsuz obyektlərin əksəriyyəti dövlət rəhbərliyi tərəfindən xüsusi himayəyə alınmış, veteran, qazi, şəhid ailəsi kimi imtiyazlı şəxslərin adından istifadə edilərək inşa edilir. Xətai rayonunda qanunsuz tikintilərə icra başçısının yaxın dostu kimi tanınan Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəis müavini İntiqam Cimşidovun nəzarət etdiyi bildirilir. Məsələ ilə bağlı Xətai rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışsaq da qarşı tərəf heç bir açıqlama vermədi.